Səmavi Ata, bu dərsimizə xeyir dua ver. Tələbələrimizə xeyir dua ver, dinləyicilərimizə xeyir dua ver. Öyrət bizi, sənin müqəddəs adından dua edirik. Amin. Gəlin açaq Romalılara 8-ci fəsil 2-ci bənd. Bugün növbəti qanuna baxacağıq. Romalılara 8-ci fəsil 2-ci bənd. Günah və ölüm qanunu. Çünki həyat verən ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi. Bax, dostlar, burada bu bənddə əslinə qalsa 3 qanun qeyd olunur. Həyat verən ruhun qanunu, günahın qanunu, ölüm qanunu. Günah və ölüm qanunu bir-biri ilə bağlıdır və bir qanun təşkil edir. Biz buna günahın və ölümün qanunu deyirik. Gələn dərsdə danışacağıq ruhun həyat qanunu haqda. Çox gözəl bir doktrindir. Baxacağıq ona. Beləliklə, bugün dostlar, günah və ölüm qanunu. Həvvari Pavel əziyyət çəkir. Bax, bu qanunda Romalılara 7-ci fəslin 2-ci hissəsi elə buna toxunur. Gəlin bir ki, bəndə baxaq. Yəni, Həvvari Pavel bunu yaşayır və özündə mübarizəni görür və yavaş-yavaş açıqlayır həmən bu qanunu, günah və ölüm qanunu. Baxın, 15-ci bənddə əvvəl deyir ki, çünki nə iş gördüyümü anlamıram. İstədiyimi deyil, nifrət etdiyim şeyi edirəm. Oldu, bax, bunu qeyd edin. Bu qanun belə istiqamətdə işləyir. Sonra 17-ci bənddə ikinci məsələsi odur ki, deyir ki, indi isə artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür. Günahın qanunudur, günah bu işi görür. Üçüncü amil odur ki, bilirəm ki, daxilimdə, baxın, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır. Cismani təbiətdən söhbət açır, yəni ki, bu qanuna cismani təbiətin aidiyyəti var. Oldu, çünki deyir, yaxşı şey etmək istəyi məndə var. Amma onu yerinə yetirə bilmirəm, qadir deyiləm. Çünki cismani təbiətdə yaxşı bir şey yaşamır. Bu üçüydü. Dördüncüsü 22-ci bənd, 23 deyilir ki, bir yandan daxili varlığım Tanrının qanunundan zövq alır, Tanrının sözündən. 23-cü bəndə fikir verin. Amma üzlərimdə başqa bir qanunda görürəm ki, ağlımın təsdiqi etdiyi qanunla mübarizə aparır və üzlərimdə olan günah qanununa məni əsir edir. Bunu da qeyd edin. İçimdə mübarizə var. Deyilir ki, əqlimin təsdiq etdiyi qanun, yəni əqlimizin qanunu var. Biz başa düşürük ki, necə yaxşı olardı, nə düzdür, nə gözəldir. Oldu, amma bu nəsə var ki, mübarizə aparır. Bax, bu da bu qanuna aiddir. Günahın qanunu mübarizə aparır. Və sonra deyir ki, üzlərimdə yaşayır. Üzlərimdə olan günah qanuna məni əsir edir. Bax, bu da bir amil insanı əsir edir. Sonra 6-cı məqam odur ki, deyir ki, necə də yazıq insanam, ölümə düçar olan bu bədəndən məni kim xilas edə bilər? Yəni ki, bu qanun bədəndə işləyir və bu haqda danışacağıq. Və sonra da 25-ci bənd, Rəbbimiz İsa Məsihin vasitəsilə Tanrıya şükür olsun. Beləcə mən ağlımla Tanrının qanununa, cismani təbiətimlə isə günahın qanununa qulluq edirəm. Oldu, günahın qanunu. Bayaq da dedik, Romalılara 8-ci fəsil 2-ci bənd bunları birləşdirir. Deyir ki, səni günah və ölüm qanunundan İsa Məsih azad edir. Oldu, dostlar. Bugün həmən bax, bu qanunu bir balaca müzakirə edəcəyik. Çox maraqlıdır. Görürük ki, necə Həvvari Pavel əziyyət çəkir və ilk dərsləri yadınıza salmaq istəyirəm. Necə ki, demişdik ki, fiziki qanunlar var, cazibə qüvvəsi, aerodinamika qüvvəsi. Bax, elə də günahın qanunu işləyir
oldu və əslində qalsa günahın qanunu ölüm qanunu hasil edir. Ona görə bunlar bir-birinə bağlıdır. Və ilk əlbəttə ki, başlanğıc kitabı 3-cü fəsil bu qanun fəaliyyətə başladı məhz 3-cü fəsildə 6-cı bənddə Həvva və Adəm Tanrının sözündən çıxanda insanın düşməsinin nəticəsidir. İnsanın düşməsinin lənətindən gələn nəticədir. Odur, bax, Adəm və Həvva düşəndə bu qanun başladı. Oradan başladı qocalma, oradan başladı xəstəlik və ölümə doğru oldu. Və indi bizim də qəlblərimiz elə bir şəraitə düşdü ki, biz bu prinsipi yaşamalıyıq. Yəni ki, başa düşürük ürəyimizdə ki, ölümə doğru gedirik. İnsan nə qədər yaşamağı sevsə də, başa düşürük ki, çürüyür də. Oldu, bax, bu qanun işləyir. Və əlbəttə ki, qəlbimizdə bu şeylər başladı işləməyə. Bax, insan düşəndən sonra bu günah qanunu fəal oldu, ölüm qanunu istehsal etdi və insan həyatında qayğılar, narazıçılıq, məyusluq, mühafizəsizlik, təkəbbür, qürur, özü haqda çox belə səhv anlayış, bunlar daxil oldu. Və hələ bil ki, insan iflic oldu bu günah qanunu ilə. Və necə də Pavel yazırdı ki, daxilimdə görürəm ki, cismani təbiət baş qaldırır, olduğu köhnə günahlı təbiət hökmranlıq edir və dostlar, hər bir şəxs, yəni Adəmlə Həvvanın zamanından doğulan hər bir şəxs, biz bilirik ki, köhnə günahlı təbiətin hökmranlığı altındadır. Buna görə də səhvlər təkrar edilir, insan düşür, qaçılmazdır bəzi şeyləri, o başa düşür, ancaq deyir ki, yaxşı istəyirəm edim, alınmır. Oldu və yəni ki, bu qanun insanların həyatında fəaldır. Günah qanunu və Yaqub 1:15 də deyir ki, bu günah da həmişə ölüm doğur. Oldu. Və hər bir kəs günah edir və biz Adəmdə günahlıyıq və bunun üçün də bax, bunu yaşayırıq. Progressiv şəkildə günaha görə ölüm bizim bədənimizdə işləyir. Romalılara 6:6. Və budur səbəb, çox problemlərimizin əksərinin səbəbi budur. Və Romalılara 7:23 müharibə gedir. Pavel ona mübarizə deyir, ancaq bu mübarizə bizim düşüncəmizə qarşıdır, əqlimizə və bizi əsir edir. Özünə əsir edir. Yəni, Həvvari Pavel bunu başa düşürdü və bunun üçün də Romalara 7-ci fəsil var və nə yaxşı ki, sonra da Romalara 8 var və İsa Məsih elə bunun üçün gəlib və bu haqda danışacağıq. Ancaq bunu qeyd edin, hər şey başlayır cisimdən. Oldu. Mən cisimdə olanda həmən bu günahın qanuna yer verirəm. Cisimdə nə var? Nəfs var, ehtiras var, qürur var, yarışma var, mübahisə var. Və buna görə də cismə yer vermək olmaz. Elə Həvvari Pavel Romalılara 8-ci fəsildə də buna başa salır ki, biz cismə görə yox, ruha görə hərəkət eləməliyik. Yəni, biz öz cismimizlə əslinə qalsa həmən bu günah qanuna xidmət edirik, əgər diqqətli olmasaq. Beləliklə, bax, bu qanunlar bizim həyatımızda işləyir. Günah qanunu və ölüm qanunu. Bunun üçün də genetik problemlərimiz var, zəifliklərimiz var. Bunun üçün də mühitdən, ətrafdan təzyiqlərə düçar qalırıq, emosional oluruq, xüsusi günahlar var və hökmranlıq etmək istəyir və orada böyük qüdrət var. Və bu qanun belə yaşayır. Yəni ki, həyatı horizontal səviyyədən alır. Köhnə günahlı təbiətdən alır. Və çox dərin yerləşdirilib bizim ürəyimizə. Sonra bu günahın qanunu imansızlıq gətirir bizə. Və əlbəttə onu da demək istəyirəm ki, iblis də bundan sui-istifadə edir. Bizə qarşı, məsələn, onun atmosferdən gələn frazaları, sən heç vaxt dəyişməyəcəksən.
oldu. Sən heç vaxt düzələn deyilsən. Yəni və yaxud istədiyinə nail olmayacaqsan. Yəni hər zaman o qanuna müraciət edir, bizi ruhdan salmaq istəyir ki, əmələ gəlməyəcək də sənin həyatında. Oldu çox yəni zəruridir bunu bilmək, necə düşmən istifadə edir. Oldu və müharibə gedir və Romalılara 7:18 Həvvari Pavel deyir ki, yəni başa düşürəm ki, daxilimdə yaxşı bir şey yaşamır. Oldu və başa düşürəm ki, iş gedir orada və mənə nəsə eləmək lazımdır bununla. Yazıq adamam mən, deyir. Və danışacağıq qələbə haqda, əlbəttə ki, bu dərsi də biraz qeyd edəcəm, amma bu qanunun öhdəsindən gələn, həyat verən ruhun qanunundan da danışacağıq o gələn dərsdə. Ancaq bugün istəyirəm ki, bu şeyi başa düşəsiz, bu amilləri görəsiz. Deməli, bir də demək istəyirəm ki, biz cisimdə fəaliyyət göstərəndə, reaksiya verəndə, hirslənəndə, cismani dünyəvi düşüncələrdə bu, elə bil ki, günaha yol verir. Günah qanunu işə salır. Sonra da müvafiq gözəl bir şərait yaranır bu günah üçün oldu və Pavel deyir ki, görürəm ki, üzvlərimdə nəsə işləyir və ölüm bəhrəsi gətirir. Bilirsiniz, bir var həyat bəhrəsi. Romalara 7:5 deyir ki, ölüm bəhrəsi gətirir. Və hər dəfə dostlar, bilin ki, əgər biz cisimdə fəaliyyət göstəriksə, onda həmən bu günahın və ölümün qanunu hökmranlıq edir bizim həyatımızda. Bu da insanı ruhdan salır, mübarizəyə düçar edir, problemlər, depressiya, emosiyalarıma girirəm və hələ bil ki, qayıdıram o köləlik ruhuna oldu və bunun üçün də Pavel yazır ki, cisimdə gəzməyək, cismə görə hərəkət eləməyək. Nə olursa olsun, əqlimizlə seçək oldu və addımlarımızı, qərarlarımızı ruha görə edək. Müqəddəs ruha görə, Tanrının sözünə görə. Çünki əgər cisimdə gəzirəmsə, səbrimi itirirəm, sülhümü itirirəm, şikayətlənməyə başlayıram, mühakimə etməyə başlayıram. Oldu, bu bir. Deməli, cisim. Baxın, insan üçün günah etmək üçün İlk o gərək cisimdə yaşasın. Başa düşürsünüz? Bu bir zəncir var. Yaqub 1:15-də ondan deyir. Deyir ki, cismin ehtirasları var. Oldu, ehtiras məni başqa yerə aparır. Cisimdə yaşamağa başlayıram, sonra günah olur. Və cismin öz arzuları var. Bu məni çaşdırır. Və sonra da əgər günahın qanunu hökmranlıq edirsə, Romalılara 8:13 baxın, görün, nə yazır orada Pavel? Deyir ki, əgər cismə görə, cismani təbiətə görə yaşasaz, öləcəksiniz. Görürsünüz, qanundur bu. Cismə görə yaşasaz, nəticəsi ölüm. Ölüm fikirləri oldu. Başqa şeydə sevinc axtarırsınız dünyada, əşyalarda, müvəqqəti planlarda oldu. Ancaq həyatın əsl mənası əldən qaçır. Və başqa bir sahəsi də var bunun. Əgər kimsə sizə qarşı nəsə edibsə və siz bunda daima yaşayırsınızsa, xatırlayırsınızsa, bu da həmən qanunlara yaman yol verir. Günah və ölüm qanunu oldu. Çünki əslinə qalsa onu xatırlayanda insan fikir çəkir və sizə vurulan köhnə yaralar yada salınır və bu da ürək ağrısı, baş ağrısı, təzyiq, bu, bilirsiniz nəyə bağlıdır? Həmən o günahın qanuna bağlıdır, ölümün qanuna. Bax, həmən andan ki, Adəm və Həvva düşdü, günah ki, girdi ortalığa, bax, günahın qanunu işləməyə başladı. Ona görə də xəstəliklər var və bunun üçün də bizdə təminatlar var Rəbdən, alətlər var. Onları tətbiq edirik ki, qalmayaq köhnə düşüncələrdə, yaşamayaq keçmişimizdə. Amin, başa düşürsünüz. Və dostlar, şükür Tanrıya ki, Romalılara 8-ci fəsil var və 1-ci bənddən Həvvari Pavel yazır ki, deməli, indi Məsih İsa'da olanlara heç bir məhkumluq yoxdur. Niyə, ay Pavel? Deyir ki, çünki həyat verən ruhun qanunu
sizi günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi. Oldu. Yəni bu qanunlar yox olmuyor. Onların təsiri də var, gücü də var. Ancaq İsa Məsihdə mən daxil olmalıyam, bax, həyat verən ruhun qanununa. Oldu, gələn dərsdə danışacağıq. Ancaq necə oldu? Bax, bunun üçün İsa Məsih gəldi. Bunun üçün İsa Məsih çarmıxa getməli idi, Qalqofada öz həyatını verməli idi, qanı damla-damla axmalı idi. Və necə ki, Tanrı İbrahimə vəd vermişdi ki, qurtaracaq onu həmən bu günahın və ölümün qanun lənətindən, elə də bugün biz imanla həmən vədə iman edərək müqəddəs ruhu qəbul edirik. Amin. Qəbul edəndə Biblia deyir ki, o ruh gəlir bizdə yaşamağa. Hələ Romalılara 8-ci fəsildə Həvvari Pavel çox gözəl şəkildə müqayisə edir cismlə ruhani həyatı və 10-cu bənddə deyir ki, indi Məsih sizdədir. Və bunun üçün də ruhunuz diridir və diridir salihlik üçün. 11-ci bənddə deyir ki, əgər müqəddəs ruh sizdə yaşayırsa, həmən bu ruh ki, İsa Məsihi dirildib, sizə də həyat verəcək, sizi də dirildəcək. Olduğu ki, sizin cismə borcunuz yoxdur. Bunun üçün də 13-cü bənddə deyir ki, siz daha cismə görə yox, ancaq ruhla yaşayasınız ki, cismə yer verməyəsiniz. Əksinə, cism təslim olsun, cism ölsün, biz yaşayaq. Olduğu çox maraqlıdır. Ona görə də əgər ruh bizdədirsə, bizdə yaşayırsa, biz deyirik ki, ruh bizi doldursun. Və o verir bizə qüdrət, o bizə xidmət edir və həmən bu həyat verən ruhun qanunu işləməyə başlayır bizim üzərimizdə. Və bu çox gözəldir. Müqəddəs yazı deyir ki, oğul gəldi ki, bizi azad etsin. Onun sözü bizi azad etdi. Nədən azad etdi? Qeyri-müəyyənlikdən azad etdi. Qorxulardan, gələcək qorxusu, ölüm qorxusu, mühafizəsizlik oldu, stresdən azad etdi. Yəni ki, Rəbb İsa gəlib ki, bizi bax bu günah və ölümün qanunundan gələn o nəfəs, o təsirdən bizi azad etsin. Başa düşürsünüz? Məsih gəldi ki, o əvəzinə bizə sevinç, sülh, qüdrət versin, diri iman versin, diri Tanrıya. Və bununla bitirmək istəyirəm, ən möhtəşəm, gözəl yol ki, biz bugün yaşaya bilərik, bax, həmən bu həyat verən ruhun qanuna daxil olmaqla. Bu bizi ölümün və günahın qanunundan azad edir. Yuxarıdan nazil olan həyatı qəbul edirik ki, bu şeylərin öhdəsindən gəlsin. Yenə də İsa Məsih hər bir xristiyanın içindədir. Əgər ürəyinizlə, əqlinizlə, yəni bütün vücudunuzla İsa Məsihə etibar etmişsinizsə, iman etmişsinizsə, Rəbb İsa Məsih sizdə yaşayır. Və onun huzurudur bizə şəfa üçün qüdrət verən. Rəbbin huzurudur bizi bərpa edən, olduğu dirildən. İsa Məsih deyir ki, mənəm həyat, mənəm dirilmə və həyat. Yadınızdadır, Yəhya 11:25. Mənəm həyat. Sonra da Yəhya 14:6. Mənəm yol, həyat və həqiqət. Və bax, qulaq asın, necə ki, aerodinamikanın qanunu İsa təyyarəni qaldırır yerdən göylərə, bütün o cazibə qüvvəsinin öhdəsindən gələrək. Elə də İsa Məsihdən gələn həyat, bax, bu günah və ölüm qanunun öhdəsindən gəlir. Başa düşürsünüz? Çünki qanuna görə təyyarə havaya qalxa bilməz. Necə qalxır o? Hansı qanun işləyir ki, təyyarə yerdən ayrılır? Bax, eləcə də ruhdan gələn, bax, bu həyat verən qanun günahla ölüm qanunun öhdəsindən gəlir. Bunun üçün də Romalılara 8, 3 və 4 Həvvari Pavel yazır ki, biz gərək cismə görə gəzməyək, amma ruha görə gəzək. İndi yenidir. Həyatımız yenidir, planımız yenidir, addımlarımız yenidir. Gəziriksə ruhda gəzirik.
ruha göre gəzirik, ruhda olan şeyləri düşünürük. Çünki həyatımıza həyat verən qanun gəlib. Ruhun həyat verən qanunu. Gələn səfər bu haqda danışacağıq. Rəbbisa minnətdarıq bu saata görə, minnətdarıq sənin sözünə görə, müdriklüyə görə, İsa Məsih müqəddəs adı ilə dua edirik. Amin.